Allah Resulü sallallahu aleyhi ve sellem bizlərə vətənimizdən başqa bir yerə səfər edən zaman fərqi yoxdur, istər dünya işi üçün olsun, istərsə də din, axirət işləri üçün olsun, işimizi bitirər-bitirməz vətənimizə geri qayıtmağı buyurur. Dünyəvi bir səfərin ola bilər iş üçün və yaxud da ticarət üçün, eləcə də dini bir səfər, məsələn, həcdir, ümrədir, elm tələb etməkdir. Allah Resulü sallallahu aleyhi və səlləm tövsiyə edir ki, qutarar-qutarmaz vətəninə qayıt. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əs-səfəru qit'atun minəl-əzəb. Həqiqətən də səfər əzabdan bir parçadır. Yəmnə'u əhədəkum nəvməhu və ta'aməhu və şərabəhu. Səfər sizin rahat yatmanıza, rahat yeyib içmənizə maneçilik törədir. Fəizə qada əhədukum nəhmətəhu min vəcihi fəlyuəccil ilə əhlihi. Sizdən birinin səfərdə işini bitirib qurtardıqdan sonra dərhal sürətlə vətəninə, ailəsinin yanına qayıtsın. Bu da onu göstərir ki, insanın vətəninə qarşı olan sevgisi, vətəninə qarşı olan arzusu, istəyi. Əziz qardaşlarım, əlbəttə ki, insanın vətəninə qarşı etmiş olduğu ən böyük hörmət, ən böyük ehtiram və sayğı o vətəninin içərisində salih əməllər, yaxşı işlər görməsidir. Vətəni qorumağın, vətəni keşiyində dayanmağın, vətəni adın, sanın mühafizəsində olmağın ən böyük əlaməti orada İslamın buyurduqlarını yerinə yetirmək, orada çoxlu namazlar qılmaq, oruclar tutmaq, zikirlər, Qur'anlar oxumaq, eləcə də pis və yaramaz əməllərdən çəkinmək, yaxşılıqları tövsiyə edib, qadağan işlərdən çəkinmək. Allah Teala buyurur ki, "Ellezîne in mekkennâhum fil ardı aqamu's-salâte və âtu'z-zekâte və emerû bil-ma'rûfi və nehû anil-munkeri ve lillahi âqibetul umur." Əgər onlara yerində hökmranlıq versəydik, onlar namaz, zəkat verər, yaxşı işlər görməyi əmr edər, pis işlər görməyi isə qadağan edərdilər. Bu gün sənə vətənində əminamanlıq, rahatçılıq bəxş olubsa uca Allah tərəfindən bu neməti Allaha ibadətlər etmək ilə, o vətənində namazlar qılmaq, zəkatlar vermək, oruclar, həclər, ibadətlər etmək ilə yerinə yetir, o neməti qoru və yaxşılıqları əmr et, pis işlərdən çəkindir. İnsan günahları tərk etmək ilə, yer üzərində fitnə, fəsadı etməyi dayandırmaq ilə vətəni əminamanlıq içərisində olur, o vətənə həlak, bəla, müsibət gəlmir. Uca Allah buyurur, "Zaharal fasadu fil barri vel bahri bima kasabat aydin nas." İnsanların əlləri ilə etmiş olduqları günahlara görə yerdə, quruda və suda demək fəsadlar artır. Yəni bəlalar artır. "Liyuziqahum ba'dallazi amilu la'allahum yerci'un." Allah onlara etdiklərinin bir qismini daddırsın ki, bəlkə onlar haqqa qayıtsınlar. Nə üçün dəyərli qardaşlar, vətənlərdə, ölkələrdə zəlzələlər olur, müsibətlər baş verir. Orada insanlar fitnə, fəsad törədən zaman, Allahın ibadətlərinə məhəl qoymayıb, ibadətləri tərk edib günahlara meyil edən zaman